Çox hörmətli cənab prezident İlham Əliyev cənabları, ikinci də baş nazir Ələsədov cənablarını da, Ələsədov da o sahəyə nəzarət eləməli. Mən 1996-cı ildən yanacaq işi ilə məşğulam, sahibkarlıq fəaliyyətimlə. Həmişə yüksək səviyyədə işləmişəm, dövlətə vergisi, qanun, hamısını yerində getirmişəm. Düzdür, yanacaq sertifikatı ilə lisenziyası alanda çox əziyyət çəkmişik bir ayından. Gəl, Bakı şəki almış o, çox sağ olsun. Hörmətli, çox rəhmətlik energetika naziri, Allah ona qəni-qəni rəhmət etsin. Natiq Əliyev cənablarını lisenziyamızı o verirdi, Rafiq İbrahimov onun mavini. Sahibkarlıq fəaliyyətimizdə indi çox rentabillik çox düşüb aşağı, yanacaq doldurma məntəqələri. Məsələn, Mənki rayonundan kənardadır, çox kənarda, o vaxtı yanacaq zapravka tikəndə verilmirdi, əziyyət çəkirdi. Mən bir il yarım müraciət eləmişəm, sonra burada yer almışam, əhəmiyyətsiz bir yerdə, rayondan, Şirvan şəhərinin kənarında, mərkəzdə ancaq çox hörmətli adamlar, indi də Aspetrol gəldi, açdı və bizimki çətinlik çəkirik də, indi hal-hazırda. Vaxtı ilə işləmişik, yaxşı, dövlətə də yaxşı vergi verirdik. Sözün açıq mənasında yaxşı da dolanışığımız vardı, rentabillik yuxarıdır. İndi axır vaxtlar çox çətinləşib, bütün regionda, kətlərdə zapravka açılıb, biabırçılıb. Bir indi rəhmətli Ulu Öndərə, mən özüm qatedasıyam, 91-ci ildən Ulu Öndər ideyalarına yaşayan adamam. Axır vaxtlarda yaşlaşmışıq, indi 70-ə yaxınlaşırıq yaşımız. İndi axır vaxtlarda təzə bir Mikail Cabbarov çıxardıb ortalığa ki, təzədən lisenziya alınması. Lisenziya qabaqları çox sadələşmiş halda idi, sadələşmiş. O vaxtı 5500 manat dövlət büdcəsinə pul köçürürdük, alırdı uzaq bir şey. İndi bu 5500 olub başqa cibilərə girməli, rüşvətlə. Çox çətin vəziyyət yaradıblar. Bu sahibkara, düzdür, sahibkarlar var, nazirlərin obyektləri var, zam ministerlərin, QGB Respublikanın, Prokuror Respublikanın, onların zapravkası var, onlar böyük şirkətlər qrupu yaradıblar. Bizi kimi sadə adam, 22 yaşında iş yerində şikəst olmuşam, həyatımın heç noldan başlamışam, əsl sahibkarlıq fəaliyyətimə başlamışam. Köpük yığıb tikmişəm, zapravka, bu boyda var zapravka. İndi bu təzə məsələ yaradıblar ki, təzədən lisenziya alınmalıdır. Və niyə? Lisenziya 96-cı ildən, 2001-ci ildən mən hələ burada sertifikat almışam, lisenziya. Lisenziyanı indi elə ağırlaşdırıblar ki, Antilsar prezident yanında o Antilsar və Seyf Bazarın nəzarət dövlət agentlikdən bizi azalmalıdır. Kişi, bu harda yazılıb? Elə şeylər orada təyinatda yazıblar ki, zülüm, benzinin tərkibinin arayışını gətirməyə. Mən arayiş verənəm, ki, belə şey təzədə sahibkarlara kömək olmaq əvəzinə bizim işimizi ağırlaşdırırlar. Nə deyirəm, Bakıda mən 100 il gələm, deyəm o Əzimovun Bakı şəhər icra hakimiyyəti qabağında mənə 1 metr eninə 1 metr uzunda yer verməzlər. Hələ mən burada Şirvanda əhəmiyyətsiz bir zibilxanada zapravka tikmişəm. 500 mindən 600 minə yaxın xərcim çıxmışdı bura. Köpük, kredi, buraya gəlmişəm, əziyyətlə. Məşhurlar, hamısı mərkəzdən mənə zapravka yer verərlər. Aspetrol orada, Likoil burada, Sokar Petrol açılıb. Bizə imkan yaratmırlar. Çox çətinlik yaradırıq. Burada hamı bilir ki, Bakının mərkəzində, şəhərin mərkəzində hamısı imkanlılarındır. Kasıb sükürür ki, hamısı kənarda. Mən bu lisenziya almağa nə qədər xərcim çıxmalıdır? Bir dənə arayışı özləri qurum yaradırlar, gedir ovada pul köçür, bura köçür, ora köçür. Biabırçılıqdır. Mən o vaxtı girirdim, Kemalettin Heydarovu mən həmişə dua edirəm. Allah ona ömür versin. Fəttah Ağsaqqal, Fəttah müəllimə, Milli Məclisin deputatı, Ağsaqqal insan. Gedirdim ora, düzdür, Kemalettin müəllimlə mən nətər görüşmək olar, ona mümkündür. Amma ora gedən kimi onun mavinləri bilirdi, qatı edərsi gəlir. Girirdim qəbula, məndən rüşvət alınmayıb, heç vaxt. Mən rüşvətlə heç almamışam bu əlimə qədər. Mən qatı edərsiyəm, mən bax,
Bax, bu kişiyə Allah rəhmət eləsin. Bax, İlham Əliyevə. Bax, bu kişinin hesabına yaşamışam. And olsun Allahın böyüklüyünə. Qürur yaratmışam, milyonlar. O kişi lisenziyanı ləğv eləmişdi. Kimsə gedir cənab prezidentə qol çəkdirir. Lisenziya. Lisenziya təzə alanları açdır da qardaş. Mən lisenziya o qədər xərci hardan verim mən? Mən rentabil fəhlələrin maaşını verə bilmirəm. 4-5 nəfər işləyir burada. O, bu, hər kolonka xarab olur, çətinlik çəkirik, əzab çəkirik, işıq pulu, su pulu, obusu pulu, xərc. Eləyə bilmirik, qabaq kimdir, qabaqla alırdıq, qazanırdıq. Allah rəhmət eləsin o öndər, qazan var. İndi hər yer kəndin özündə zapravka. Xahiş edirəm, Ələsədov cənabları, hörmətli bizim birinci şəxs, ölkəmizin birinci şəxsi İlham Əliyev cənabları, xahiş edirəm, bu toxunacdan xəbəri yoxdur, bir atalar sözü var. Problemşiklərin, ministerlərin, zam prokuror, zam KGB, Respublika, bütün icra başçıları, onlar açıblar zapravkanı. Tək-tək əsl təmiz bunu hamı bilir də, bir rayonda kim bilmir ki, nə boyda ölkü ki, kim bilir ki, mən bu sahədə çalışmışam. 20 il elə avtobazada zapravka, indi də asmışam 2002-ci ildən, 1-ci ildən, lisenziyalara indi təzədən çıxardıblar. Lisenziya almalısan. Qardaş, tikmişəm bütün hökumətin qayda qanunları ilə hamısı yerində. Sən gəlib əzab verirsən bizə, əzab. Ged ora pul köçür, bura pul köçür. Gəl görüm onu sadə etsən rayondan, Astaradan, Qazaxdan, Qubadan gəl otur Bakıda lisenziya sənədlərini alır. Bu sadələşdirilmiş olmalıdır. Niyə bizə çətinləşdirilməlidir? Çətinləşdir də gir, Sokar Petrolov gör eləyə bilərsə, ged o alsın da Bakının mərkəzində, hər yerdə, orada zapravka, Aspetrolun zapravkası, Likoylu. Biz kənarda şəhərin çıxacağında bir əhəmiyyətsiz bir yerdə almışıq. Mən o qədər pulu hardan tapım indi? Var idi, heç vaxt demirdim. Qazanırdım, gedirdim 5500-ümü köçürdürdüm dövlətə. Natiq Əliyev Allah qəni-qəni rəhmət eləsin. Ölənəcən 69 yaşım var. O kişidən başqa mən həyatda elə kişi görmədim. Köməkçi Saatın xanım, hamısı gedirdi görə bilirdi Kasım Küsüb kimdir. Kemaladin Reyderov, Allah gənə ömür versin. Fəttah kişiyə Assaqqal onu elə oğul yetişdirib. Bilirdi kimdir, kiminin damarından qan almaq olar. Bizim qan qalıb damarımızda indi, yoxdur. Öyle pul rüşvət yoxdur biz verək. Sənət, o qədər sənət istəyirlər, vezmişik. And olsun Allah'a, mən də regionda Assaqqalam. Mən nə qədər adam müraciət edib ki, biz zapravkaya bağlayacaq. Özüm pis olaram onda, deyirəm, belə şey olar. Niyə bağlamalıdır? Zulümlə zapravka tikmişik. Nə olsun deyə Sokar Petrol peyda olub. Likoyl buradan olur, Aspetrol, dünya bunlarındır. Bunlar hamısı arxayındır, böyük adamlara. Biz nə qayra? Mən arxayın edib ulu öndərə. Allah o kişiyə qənəmət indi İlham Əliyev cənabları. Mikail Cabbarov gəlib orada şey çıxardı, hokka çıxardı biz için. Gedib lisenziya. Lisenziyanı ulu öndər yığışdırmış da qardaş. Antinsar istəyirə bazar. Düz onun rəhbəri yaxşı adamdır. Mən də onun qəbulunda olacam. İndi biraz uzun müddət xəstəyyətdir. O kişi mənə qəbul edəcək. Çox gözəl. Cənab Prezident onu təyin edib ora. Antinsar departamentdən get razılaşma şey al. Belə şey var. Mən də uzun uzadı danışmayayım. Cənab Prezident, baş nazir Ələsədov, siz də bu işə nəzarət edin. Baş nazirsiniz ki, biz hamısı prezidentin sizə düşməlidir ki, Mikail Cabbarova zəng elə oradan ora. Hamısı maşallah Sovetdə otur, indi yoxdur. Hərəsi öz üçün bir dənə yer açıb, gedib tapa da bilmirik. Rayondan gedmişəm, o yer tapa bilmirəm. Mikail Cabbarovun mavinləri özünün qəbuluna o heç mümkünatı yoxdur qəbulu. Ölkə başçısı, cənab Prezident İlham Əliyev deyir, mən xalqımın xidmətçisiyəm. Və siz kimsiniz? Sizin qəbulunuza gələn bir həftə gedən Bakıda qalan, sizin qəbulunuza düşər. Cəmaata yazığınız gəlsin bu millətə. Gənə deyirəm, ged Likoyldan al da, Sokar Petrolundan al da, şəhərin mərkəzində. Onun yerinə 10 milyon verirsən, mənə ora yer verməzlər. Olsa deyə 10 milyon nağıl danışıram. Yəni biz çətin yerdə işləyirik, əzab çəkirik. Xahiş edirik bu məsələdə cəmaata imkan yaradır. Deyir, toxunacdan gənə xəbəri yoxdur, məsələsi var. Adam deyir, ananın öz yeri, yarın öz yeri. Bunu fikirləşin, baxın, hamı bilir, mən kiməm, Sokar Petrol kimdir, Aspetrol kimdir. Bu qədər lisenziya almaq mümkündür. Onu qoysunlar baş nazırın solun üstünə, baxsın. Elə boş-boş, benzin deyir, keyfiyyəti haqqında mən arayış gətir. Nağıl danışırlar, röyə danışırlar, ki. Bunu efirə çıxanlar, heç kim çıxmır, məndən başqa. Bir dənə adam kəsir, hamı mənə müraciət edir.
Benzinin keyfiyyəti haqqında arayışım mən kimdən almalıyam ki? Mən niyə alma? Hardan var o? Gel Sokar Petrolümlə al bax da. Mən ora alıb. Oranın yanına qəbulla getmək olar. Sən gedək Sokar Petrolümün baş direktorun yanına süz durun aralda gör qəbul eləyəcək insanları. Olmaz insanları bu adı əzab əziyyət vermək. Yaşlı adamıq əziyyət çəkirəm. Olmaz belə. Nətər alım o lisenziyanı mən? Sadələşdirilmiş halda alınmalıdır. Denən 5000 manat gət dövlət büdcəsinə köçür. Gət Qarabağ şotuna 5000 manat köçür. Lisenziyozu ver. 30 ildir biz zapravka işlədirik. Hamısı da yerindən normativlərlə. Gəl burada lisenziya. Zincir. Gedək Qarabağ şotuna köçürdək. Arayışı verək Mikhail Cabbarova 5000 manat. 5500 köçürdük. 5000 köçürdək. Daha. Burada elə şeylər yazırlar ki, bax buna bax. Bir list, bax buna bax yaxından göstər. Bir list burada sənəd almalıyam. Amma bunu oxuyanda başa düşmürük biz. Akademiyanı qutarmamışam mən. Buna bax, Bakı dövləti qutarmamışam. Bir list şey yazırlar, bunları alıb gətirməlisən. Hardan alıb gətirin? Mətə belə şey yox idi axı bu. 30 ildə belə şey olmuyor. Mikhail Cabbarov çıxardı belə şey. Oturub maşallah Bakıda nazir nə istir oluyor? Olmaz belə şeylərə. Bir anlığa bizim yerimizdə olun da. Çox danışmıram, boğazım gəldi. Yağın cənab ölkə başçısı baş nazirə göstəriş verər. Əli Əsadov, sizdən xahiş edirəm. Bu yazıqlara, fağlasız, alicənab adamsınız, insan adamsınız, dövlətə xidmət elə. Buna baxın. Buna baxın, bu yazıqdır bu millət. Rayonlarda qalan cəmaat əziyyət çəkir. Mən yenə deyirəm, Sokar Petrol, Lükol Petrol, Aspetrol deyirik biz. Əzab çəkirik. Öz hesabımızı eləmişik. Zam ministr deyirik biz. Knovka ilə hamısının imkanları alırlar lisenziyası. Mən həftələrlə gəlib Bakıda qalmalıyam. Mən inanıram ki, vaxtda tədbir görüləcək. Minnətdaram. Qatı edası olaraq sözümü dedim. Allah ömür versin.